Deməli, şiələr bu mövzuda iki yerə bölünmüşdü. Hansı mövzuda? Bəzi şiələr deyirlər ki, İmam Əlinin adı Quran-ı Kərimdə var, subutumuz da var, ünvanımız da var. Amma bəzi şiələr isə deyir ki, xeyr, İmam Əlinin Quran-ı Kərimdə adı yoxdur. Sizə görə indi Quran-ı Kərimdə İmam Əlinin adı var, yoxsa yox? Buyurun, izləyin. Məryəm surəsinin 50-ci ayəsində Allah təbarəkə və Teala İmam Əli əleyhissalamın adını açıq-aşkar çəkmişdi. Tam yəqinliklə deyirəm. O nə danışır? Bir şey başa düşürsən? Sarsaqlayırdı. Dəlidir də. Dəlidir. Bəli. Özü də lap zırramasından. Vay. İmam Əli əleyhissalamın adının Quranda gəlməməsinin bir çox səbəbləri var. Birincisi, Quran-ı Kərim təfərrüata işarə etmir. Ümumi